100 qram kərə yağı, 80 qram şəkər, 1 çimdik duz. Karıştırırıq. 1 yumurta, 1 paket vanil, yarım çay kaşığı kabartma tozu, 160 qram un. Unumuzu az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. 50 qram boz fındıq ləpəsi, 100 qram şokolad. Karıştırırıq. Xəmirimizi 1 saat soyuducuya qoyuruq. Soyuducudan götürüb kündələr ayırırıq. Üzerine şokolad koyuruq. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 190 dərəcəlik sobada 15-20 dəqiqə bişiririk. Asan, tez başa gələn şirniyyatlardan xəbərdar olmaq istəyirsinizsə, səhifəni yaddaşı verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.